Salam olsun hər kəsə. Bugün sizə sobada toyuq və kartof resepti paylaşacağım. Bunun üçün ilk öncə biz toyuğu marinə edirik. Bizə azca tomat pastası, 3 qaşıq duru yağ, 1 qaşıq duz, paprika və qara istiot lazımdır. Bunların hamısını yaxşıca qarışdırırıq. Qarışdırdıqdan sonra toyuğun üzərinə əlavə edərək bunu da bir yerdə qarışdırırıq yenə də. Və üzərini streçlə örtərək soyuducuya qoydum. İndi isə soğan 1 ədəd və kartofu doğrayırıq. Mən azca biber də vurdum. Zövqə görə dəyişir. Siz istəsəniz vurmaya da bilərsiniz. İndi isə soğanı doğrayırıq. Kartofu göstərdiyim şəkildə bu qalınlıqda eləsəniz daha yaxşı olar. Bütün bunları doğradıktan sonra üzərinə azca duru yağ əlavə edirik. Mən təxmini 3 xörək qaşığı əlavə elədim. Və 1 çay qaşığı duz, 1 çay qaşığı qara istiot və təbii ki bunları da qarışdırmağa başlayırıq. Və soyuducudan toyuğu da çıxarıb bu vəziyyətdə soba listinə düzürük. Mən 180 dərəcədə qoydum bişməyə. Baxın son halı belə. Hazırlayacaq olan hər kəsə nuş olsun.